bir dəqiqə. Ben buradan çıxmalıyam ki, şey olsun. Zapis geçsin. Okay. Əziz dostlar, əziz şagirdlər, tələbələr, bilmem ne diyeyim size. Дорогие друзья, студенты, Bizə qoşulanlar, çox sağ olun ki, те, кто qoşulmusunuz. подключились, spasibo, что подключаетесь. Davam edirik biz, deməli, Bibliya kitablarının icmalı dərsinə. Мы продолжаем обзор библейских книг. Bu günləri Lukanın müjdəsinin ikinci hissəsinə baxacağıq. Сегодня мы будем рассматривать вторую часть Евангелия от Луки. Düzdür, keçən dəfə birinci hissəyə baxırdıq. В прошлый раз рассматривали первую часть. Kitab kifayət qədər böyükdür, onun üçün iki hissəyə bölürük onu. Книга довольно большая, поэтому мы делим ее на две части. Deməli, birinci dərsdə biz nə danışdıq? Kimin yadındadır? О чем мы поговорили в первой части? Кто помнит? Biz bundan qabaq keçmişik Matta, keçmişik Mark. Мы уже проходили Матфея, Марка. Sizə anekdot da danışdım. Necə Luka, Mark, Yahya, onlar boylanıb baxırdılar necə Matta yazırdı. Я даже рассказал анекдот, как Матфей, Лука и Марк переписывали у Luka Матфея. nə edirdi? Mən başa düşürəm ki, hərənin özünün xüsusiyyəti vardı. Hər bir müəllif Rəbb individual şəkildə müqəddəs ruh istifadə eləyirdi. То есть мы понимаем, что Yazırdılar onlar. каждый автор писал в своем особенном способе, и это было водимо Святым Onlar Духом. nə qədər bir-birinə oxşasa da eyni vaxtda oxşamırdılar. Они были похожи, эти тексты похожи друг на друга, но не совсем. Hərənin öz dəsti xətti var idi, razısınız? У них у всех был свой почерк. Yəni, Luka bu Matta deyildi. Лука — это не Матфей. Biz görürük ki, Luka, deməli, birinci hissədə nəyə baxdıq? Deməli, vəftizçi Yəhya və İsa haqqında müəyyən bir portret yaratmaq istədi. Мы видели, что Лука в первой части попытался создать такой портрет об Иисусе. Yazıda biz dedik ki, o elə bil əhd-i ətiqdəki o peyğəmbərlik sözləri vardı, vədlər vardı. Elə bil onların nəhayət ki, yerinə yetməsini göstərmək istədi oxucularına. Лука. Luka. Мы сказали, что Лука попытался показать читателям исполнение ветхозаветных пророчеств. Sonra biz baxdıq ki, necə, deməli, o göstərir ki, İsa öz missiyasını başladı. Потом мы видим, как он показывает, как Иисус начал свою миссию. Nə etdi İsa? İsa bütün Allahın padşahlığı haqqında olan o müjdəni yayırdı və ilk öncə o görürük ki, yoxsullara yaxınlaşırdı, insanlara yayırdı. То есть Иисус разглашал весть о Божьем Царстве, он подходил к нищим, Aşağı sosial təbəqə olan insanlara daha neimущим, çox yaxınlaşırdı. к нижней социальной прослойке. Cəmiyyətin deməli kənarlaşdırdığı insanlar ki var idi, onlarla oturub durmaq istəməzdilər, onlara Он yaxınlaşırdı. Elə deyil. подходил именно к тем людям, к изгою общества, к которым никто не Və хотел maraqlı ki, подходить. onlar da İsa'ya yaxınlaşırdılar. Onlar Интересно, İsa'dan xoşu gəlirdi. что они сами тоже приближались к Иисусу, они любили Иисуса. Bəli, orada adamlar vardı ki, onlar yemək üçün gəlirdilər İsa'nın dalınca. Конечно, были люди, которые приходили просто покушать за Amma Иисуса. əlbəttə hamısı belə deyildi, elə deyil. Но, конечно же, они не все были такие. Orada insanlar vardı, onlar bilirdilər ki, məhz İsa onları sevəcək. Там были люди, которые знали, что именно Иисус будет İsa их любить, onların dərdinə qulaq asacaq. что именно Иисус будет их слушать, Çünki выслушать. dini alimlər, dini rəhbərlər, yüksək rütbəli kəslər o vaxtı İsraildə onlara qulaq asmaq istəmirdilər. Onlarla heç kim hesablaşmırdı. Потому что с ними никто не считался, особенно из религиозного духовенства и руководства в Израиле. Və Luka bunu göstərirdi, necə İsa bu insanlarla hesablaşır, onları eşitmək istəyir, onları sevir. И Лука показывает, как Иисус хочет считаться с этими людьми, и он выслушивает их. Və eləcə də Luka göstərirdi bizə necə İsa öyrədirdi ki, onun padşahlığı o dövrdə olan sistemlə heç uyğunlaşmır. Elə bil onun tərsidir, tamamilə tərsidir. Yazıda da biz deyirdik. Также Лука показывает, что Иисус говорит о царстве, которое никак не подходит под стандарты царства того времени. Elə bil o dövrdə ümumi qəbul olunmuş o sistem ki var idi, То есть вот sosial эта dəyərlər vardı. Elə bil onlarla heç uyğunlaşmırdı. Kökündən dəyişik, fərqli idi. общая система социальных ценностей,
которая была в тот период, а, никак не согласовывалась с тем, о чем говорил Иисус. Və bu bölmədə biz görürük ki, bütün hadisələr öz elə bil hardasa kulminasiya nöqtəsinə gəlir çatır. И в этой части мы видим, как все события приходят к своей точке кульминации. Yəni görürük ki, Luka göstərmək istəyir ki, İsa öz ölümü vasitəsilə yeni bir çıxışı həyata keçirəcək Exodus. И Лука показывает, как Иисус собирается сделать новый исход. Necə biz yadımızdadır ki, dedik ki, Musa necə İsraildə xalqını azad elədi, çıxartdı Misirin köləliyindən. Помните, как Моисей, как Моисей помог народу Израиля выйти из Египта, был исход. Və İsa elə bil ruhani baxımdan buna bənzər bir azadlıq gətirir bütün Иисус bəşəriyyət üçün əslində. приносит освобождение для всего человечества, похожее на это. Və biz indi kitabın geniş mərkəzi hissəsinə yaxınlaşırıq. И сейчас мы подходим к обширной центральной части Yəni этой книги. 9-cu fəslin ortasından 19-cu fəslin ortasına qədər olan parçaya, böyük bir parçadır. С половины 9 главы до половины 19 главы. Və biz nə görürük? Görürük ki, İsa öz ətrafında olan o toplanan insanlar, imanlıları, o xalqı Yerusəlimə gedən yolda aparır. И мы видим, что Иисус собирает вот этот народ по пути в Иерусалим. Və orada müəyyən bir təlim var, təlim verir. И он проходит определенное учение. Və təlimini xüsusilə məsələlər formasında bildirir. И он говорит о своем учении в виде притч. Və bütün bu yol boyu müxtəlif insanlarla qarşılaşır orada. Он встречает много разных людей на этом пути. Və əlbəttə ki, ətrafında olan adamlar, gəlin belə deyək, şagirdlər get-gedə artmağa başlayır. И, конечно же, люди вокруг него, эти ученики, их становится больше. Və Luka bunu belə təsəvvür edir ki, İsa'nın ardınca getmək bir səyahətə bənzəyir. И Лука это видит как идти за Иисусом, похоже на путешествие. Luka filmində baxmısınız, o Lukadan çəkilmiş İsa filmində. İsa elə bir yol boyu gedir və dalıyca çoxlu insanlar gedir. Xatırlayırsınız o səhnəni? Вы видели этот фильм «Иисус», который снят по книге Луки, где видно, как Иисус идет, и за ним pутешествуют вот эти люди. Bütün o səfər boyu o həmişə nə isə öyrədirdi. И во время этого putешествия он постоянно чему-то учил. Və bu elə bil hardasa bizim üçün də gözəl bir nümunədir ki, biz oxuyuruq, biz baxırıq və biz də onların elə bil həmin o səyahətə qoşuluruq və biz də nə isə öyrənirik əslində. И для нас это хороший пример, что мы читаем и узнаем так же, как и они, чему-то учимся. Beləliklə İsa elə bir şagirdləri onun missiyasının bir hissəsi olmağa çağırır. И вот Иисус зовет учеников как бы стать частью его миссии. Və özündən əvvəl yola salır o yerlərə ki, hara ki o gedəcəkdi. И он сопровождает их в то место, куда в будущем он сам пойдет. Ki Allahın padşahlığını onlar getsinlər, elan etsinlər. Чтобы они Ki провозглашали yaxınlaşır. Божье Царство, что оно приближается. Yeri gəlmişkən, burada belə bir haşiyəyə çıxım. Keçən dəfə yadınızdadır, biz danışırdıq 12 şagird barədə, 12 həvari barədə ki, İsa seçdi. И здесь такая пометка. Помните, в прошлый раз мы сказали про 12 учеников? Və biz Niyazla bu haqda danışırdıq Мы говорили об этом с keçən həftə Нязом на və, прошлой неделе. və o mənə çox maraqlı bir məlumatlar göndərdi. İstəyirəm sizlə də paylaşım bunu. И он послал мне кое-что, я хотел бы поделиться с вами. Və bunu demək istəyirəm ki, biz kilsəyə İsrailin davamı kimi baxmırıq. И хотел бы отметить, что мы не смотрим на церковь как на продолжение Израиля. Bu yeni bir Tanrının yaratdığı bir pastor sahib deyən kimi orqanizmdir, ya yaranışdır. То есть это новый организм, который Бог создал. Deməli, gəlirik həvarilərə. И вот Niyə görə İsa апостолы. məhz 12 həvari seçdi? Почему Иисус выбрал именно 12 апостолов? İsraildə 12 qəbilə var idi. В Израиле было 12 племен. Və
Həvarilərin ilkin missiyalarından biri ondan ibarət idi ki, onlar həmin bu 12 qəbiləyə Allahın padşahlığı haqqında gedərək vəz etsinlər. И одна из миссий этих апостолов была в том, чтобы этих 12 апостолов была в том, чтобы каждый пошел к 12 этим племенам и Ki проповедовал Божие Царство, səmavi padşahlıq yaxındır. что Okay. Царство Небесное близко. Baxın, Matta müjdəsində 10-cu fəsildə 5-ci ayədən 7-ci ayəyə qədər В Евангелии от Матфея 10 главе 7 по ə, 5 5 по 7. şəs, 5-dən 7-yə qədər 5 по 7. çalışacağam mən onu oxuyum sizin üçün. Deyir ki, İsa həmin 12 nəfəri belə əmrlə göndərdi. Başqa millətlərin arasına getməyin və Samariyalıların heç bir şəhərinə girməyin. Amma İsrail xalqının itmiş qoyunlarının yanına gedin. Getdiyiniz yerlərdə səmavi padşahlıq yaxınlaşıb deyə vəz edin. Матфея 10, 5, 7. Этих 12 послал Иисус и заповедал им, говоря: «На путь к язычникам не ходите, и в город Самарийский не входите, а идите наипаче к погибшим овцам дома Израилева, ходя же проповедуйте, что приблизилось Царство Небесное». Yəni ki, 12 həvarinin konkret olaraq məsuliyyəti var idi. İlkin missiyası bundan ibarət idi ki, onlar 12 İsrail qəbilələrinə bu xəbəri çatdırmalıydilər. То есть вот изначальная миссия 12 апостолов была в том, чтобы они донесли эту новость 12 племенам Израиля. İndi baxaq onların gələcəkdə olan minillik padşahlıqda 12 qəbilənin rolu nədən ibarət olacaq? Теперь посмотрим, в чем будет роль этих 12 апостолов и племен в будущем. Əslində onların rolu indi mən deyəcəyim ayəyə əsasən, Matta 19:28-ə əsasən, onlar hərfi mənada İsrail xalqı üzərində gələcək idarə etmə, yəni ki, rolu və mühakimə rolunu eləyəcəklər. Согласно Матфея 19:28, они будут, их роль заключается в том, чтобы Onlar 12 руководить qəbiləni mühakimə edə biləcək и судить 12 племен və idarə etmə olacaq. и Gəlin baxaq. руководить ими. 19:28 Matta. İsa onlara dedi, sizə doğrusunu deyirəm. Bu söhbət nədə başladı? Nə vaxt ki, Pyotr dedi ki, yaxşı biz sənin dalınca gedirik, bizə nə olacaq? Матфея 19:28. Иисус же сказал им: «Истинно говорю вам, что вы, последовавшие за мною в пути, когда сядет Сын Человеческий на престоле славы Своей, сядете и вы на 12 престолах, будете судить 12 колен Израилевых». Və onda İsa 28-də artıq Niyaz oxudu, indi mən oxuyum. Deyir ki, sizə doğrusunu deyirəm. Hər şey yenilənəndə, bəşər oğlu izzətli taxtında oturanda, mənim ardımca gələn sizlər İsrailin 12 qəbiləsinə hökm etmək üçün 12 taxt üzərində oturacaqsınız. Bu onu göstərir ki, 12 həvari seçilməyi təsadüf deyildi. İlkin missiyası nə idi və gələcəkdə nə edəcəklər? И это показывает, что это не случайность, что выбрано именно 12 апостолов, какая их нынешняя миссия и какая их миссия в будущем. Yaxşı. Bu haqda çox danışmaq istəmirəm, çünki dərsimiz bu haqda deyil. Не будем об этом долго, потому что урок не об этом. Okay. Və biz davam edirik. İsa özündən qabaq göndərir şagirdləri ki, gedin, səmavi padşahlıq yaxındır, deyin. И мы продолжаем. Иисус посылает учеников провозглашать, что Царство Небесное уже близко. Sonra şagirdlər qayıdır, İsa onlara dua etməyə öyrədir. Потом ученики возвращаются, Иисус учит их молиться. Onlara necə etibar etməyə, Allaha etibar etməyə öyrədir ki, Allah onların qayğılarına qalacaq. Он учит их доверять Богу, что Бог позаботится об их Xüsusilə нуждах. 11-ci fəslin 1-ci ayəsindən 13-cü ayəyə qədər olan parça, В 11 главе с 1 по 13-dir. 13 стихи, 12-ci fəsil 1-dən 12-yə qədər olan ayələr. 12 глава с 1 по 12. Yeri gəlmişkən hələ bu fəsillərdə İsa elə bil məsəl üçün pul, əmlak və səxavət haqqında bir çox şeylər deyir. И, кстати, Иисус здесь учит несколько вещей о деньгах
имуществе и щедрости. Məsəl üçün 12-ci fəsil 13-dən 31-ə qədər, В 12 главе с 13 по 31, 16-cı fəsil, 16 глава, 18-ci fəsil 18-ci ayədən 30-cu ayəyə qədər. 18 глава с 18 по 33, Niyə? 30. 30. Və əgər şagirdlər onun ardıca gedirlərsə, o səyahətə qoşulublarsa, onlarda müəyyən bir minimalist bir düşüncə tərzi formalaşır. Если ученики последовали за ним и идут за ним, то у них начинает формироваться минималистическое мировоззрение. Formalaşmalıdır, bəli. Yəni ki, Müştəri. onlar sərvətdən azad olmağın başa düşməlidirlər ki, yəni önəmli bu deyil. Такое мышление должно сформироваться. То есть они должны научиться, что Sərvətdən azad olmaq что vacibdir. важно избавление от имущества, Bu da əlbəttə onlara kömək eləyəcəkdir ki, onlar daha çox səxavətli olsunlar. и это бы помогло им стать более щедрыми. Okay, sonra nə deyə bilərik? Что мы можем еще сказать? Bu fəslin digər əsas mövzusu Другая основная часть этой İsa'nın главы yoxsullara xidmət etməsidir. это служение Иисуса бедным. Yəni o yeni bir xalq elə bil hadisə formalaşdırır, belə deyə bilərik. Он формирует новый народ. Orada xəstələr var, nə bilim, korlar var. Там больные, слепые, Hətta Samariyalılar ola bilər olsun. даже самаряне. Zakkay kimi adam var ki, Romaya vergi toplamağa razılıq verib Roma imperiyası üçün. Там люди, как Закхей, которые согласились собирать налоги для Рима. Və biz görürük ki, hansısa müəyyən yeni bir sosium yaranır, sosial qrup yaranır ki, müxtəlif təbəqələr var. И видим, как формируется новое общество с разными слоями Və общества. onlar İsa ilə görüşəndə hökmən dəyişirlər И они обязательно меняются при встрече с Иисусом. və həmin o padşahlıq cəmiyyətinə qoşulurlar. И они вовлекаются в это общество царств. Və İsa bu cəmiyyəti, deməli, böyük bir ziyafətin iştirakçıları kimi təsvir edir. Иисус описывает это общество как приглашенных как участников большого пиршества. Və eləcə də onu bildirir ki, mən itmiş olanları tapmaq üçün gəlmişəm. И также он дает знать, что я пришел найти Потерянных. Да, Məsəl потерянных. üçün Lukanın müjdəsinin 15-ci fəslində orada bir neçə dənə itmiş qoyun haqqında, itmiş pul haqqında və itmiş oğul haqqında məsələlər deyir. В Луке 15 он говорит несколько притч о заблудшем сыне, о потерянных деньгах и Ovçı, овце и moneti da. монеты. Və eləcə də 19-cu fəslin 10-cu bəndində yazılır deyir ki, insan oğlu niyə görə gəldi? Və o çox məşhur bənddir, onu görə əzbər bilək. И Лука 19:10 он спрашивает, зачем пришел Сын Человеческий? Kim bilir nə üçün gəlib? Для чего пришел Сын Человеческий? Кто знает? İtmiş olanları axtarıb da xilas etsin. Чтобы найти заблудших. Əlbəttə ki, İsa'nın bu dedikləri, İsa'nın bu etdiklərindən hər kəs razı deyildi. Конечно же, не все были довольны тем, что делал Иисус. Xüsusilə əlbəttə rəhbərliklər, İsrailin rəhbərləri. Особенно израильское руководство. Və biz orada görürük ki, çox saylı belə hadisələr görünür ki, harda bunlar öz narazılıqlarını bildirirlər. И мы видим многочисленные события, где они выказывают свое недовольство. Gərgin söhbətlər gedir orada. Идут напряженные разговоры. Məsəl üçün 11-ci fəsil 37-dən 52-yə qədər. 11-ci fəsil 11, 37, 52. 37 по 52. 14-cü fəsil 1-24. 14 с 1 по 24. Və niyə görə? Çünki İsa onların elə bil o riyakarlığını deyirdi, onların qürurunu onlara bildirirdi. Потому что Иисус показывал им на их лицемерие и обличал их в гордости. Okay. Və dediyimiz kimi orada Luka 15-də görürük ki, itmiş oğul haqqında maraqlı bir məsələ çəkir. Мы видим, что он приводит интересную притчу о потерянном сыне. Və bu da vacib məsələ idi. Niyə görə çəkdi onu?
bir atanın iki oğlu var idi, bilirik hamımız o məsələyi. Мы все знаем эту историю, что у отца было два сына. Biri çıxır gedir evdən, Один uходит из doма, atanın bütün var-dövlətini, ona verdiyi o payı bütün sərf edir, он xərcləyir. растрачивает всю свою долю, Amma, полученную от amma отца. sonra deyir ki, o başa düşür bütün bunları və gəlin belə deyək, tövbə eləyir və qayıdır atasının yanına. Но потом он осознает это все, кается и возвращает к отцу. Ata əlbəttə onu bağışlayır Отец его прощает, və bunu əvvəl itmiş, sonra tapılan oğlu üçün bir ziyafət verir. и отец устраивает пиршество для сына, который был потерян Və и orada нашелся. nə baş verir? Orada o biri oğul vardı, böyük oğul var idi ki, o atanın yanındaydı, heç yerə getməmişdi. И что там происходило? Там был старший сын, который был все время рядом с отцом, никуда не уходил. Və o qardaş qəzəblənir buna, atanın И etdiyinə. тот брат злится на то, Yəni что bu отец сделал. atanın etdiyi bu səxavətə etiraz edir. Okay? И он не принимает эту щедрость, которую делает отец. İsa məsələ bilərəkdən çəkir. Иисус специально приводит эту притчу. Yəni bir öz missiyasını həmin o padşahlıq kontekstində bunlara başa salmaq istəyir. Он хочет описать свою миссию в контексте царства. Ki onun etdikləri, bütün o ziyafətləri Allahın hələ bil hər kəsi öz ailəsinə sevinclə qəbul etməsinin şəhadətidir. Nə ki o eləyir, məqsəd ondadır ki, Allah öz evinə hazırdır qəbul etməyə. İtənləri də, nə bilim, xəstə olanları da, hamısını. Все, что он делает, говорит о том, что Бог готов с радостью принять тех, кто приходит в его дом. İsrail isə o böyük qardaş kimi Allahın bu səxavətinə narazıdır, o istəmir belə olsun. Hər kəs ora girməməlidir fikirləşir. А Израиль, как старший брат, недоволен такой щедростью отца и не хочет, чтобы все входили в этот дом. Bax, bax bundan sonra biz görürük ki, onlar daha da elə bir qızğınlaşırlar İsa'ya qarşı. И после этого мы видим, что они еще более ожесточаются Amma против eyni vaxtda Иисуса. həmin o liderlərin elə bil necə deyim, faciəli şəklini görə bilirik bu məsələlərlə, burada baş verənlərlə. Но в то же время мы видим трагическое состояние этих лидеров. Və İsa'ya qarşı müxalifət artmağa başlayır И оппозиция против Иисуса возрастает. və nəhayət 19-cu fəslin ikinci hissəsindən biz görürük ki, İsa Yerusəlimə gəlir Pasxa bayramı üçün qeyd etmək üçün. И, наконец, во второй части 19 главы мы видим, что Иисус приходит в Иерусалим для отмечения Пасхи. Və şəhərə yaxınlaşanda yadınızda o hissə hönkür-hönkür ağlayır. И, подходя к городу, он горько плачет. Okay. Şagirdlər, insanlar onu bir padşah kimi qəbul edir. Qarşılayır. Люди и ученики принимают его как царя. İsrail rəhbərləri əlbəttə onu rədd edir. Конечно же, израильское руководство отвергает его. Amma İsa başa düşürdü ki, onlar bunu etməklə imkan yaradacaqlar ki, gələcəkdə həmin o Roma imperiyası 70-ci ildə bu baş verir də, Yerusəlimdə daşı daş üstündə qoymayacaq. И Иисус понимает, что именно этим поступком они позволяют в будущем, уже в 70-м году, Римской империи не оставить камня на камне. İsa bunları görürdü, İsa ağlayırdı bunun üçün. Иисус видел это все, и он плакал об этом. Və eləcə də o bunu canlandırır əslində, fikir verirsinizsə, Yerusəlimə girəndə nə etdiysə. И в то же время он оживляет все это, переживает, Как будто воссоздает. Da, показывает. Gəlir, girir, orada məbədin həyətində olan hər bir şeyi dağıdır orada, o tacirlərin etdiklərini. Он заходит в внутренний двор и раскидывает там все, что было построено торговцами. Və elə bil hardasa qurban kəsimə dayanır orada, onun yaratdığı o ticarət ki, eləyirdilər ki, heyvanları kimsə alırdı, pul dəyişirdi, qurban kəsirdilər. Hardasa bilmirəm, orada belə bir böyük bir şey baş verir. И на самом деле в это время даже приостанавливается жертвоприношение, потому что люди покупали животных и резали их, а он все это раскидывает. 20-21-ci fəsillərdə bunu görə bilərik. В 20-21 главах. O deyir ki, ibadət yeri bu soyğunçuların quldur yuvalarına çevrilməməlidir. Он говорит, что место поклонения не должно
превращаться в гнездо разбойников. Və deyir 1946-da deyir ki, bir gün dağılacaq bura. И в 1946 он говорит, что однажды это место будет разрушено. Və həqiqətən də belə baş verir. 70-ci ildə dağıdırlar bütün İsraili Roma imperiyasını. И действительно, в 70-м году мы видим, что это происходит. Оно разрушается Римской империей. Sonra nə baş verir? Bunu söylədikdən sonra İsa şagirdləri ilə birlikdə Pasxanı qeyd etmək üçün yemək yeməyə bir yerə gedirlər. Дальше мы видим, что Иисус идет вместе с учениками отметить это где-то 22-ci fəsildə. в 22-м. Отметили, да? Hə. Yəni bu Pasxa bayramını bilirik də. İsrailin Misir əsarətindən quzunun ölümü vasitəsilə azad olmasının simvolik qeyd olunması idi. Эта Пасха была символическое Deməli İsrailin Misir əsarətindən празднование quzunun ölməsi ilə исхода Израиля из Египта посредством жертвоприношения Агнца. İndi isə İsa ilə bir şam yeməyi zamanı çörəyə və orada olan o şəraba yeni bir simvolik məna verir. И теперь Иисус придает новое символическое значение хлебу и вину, Ki biz hər ay sizinlə bunu Rəbbin şamı kimi adlandıraraq qeyd edirik. которые мы теперь каждый месяц отмечаем как вечере Господня. Onun qırılan bədəni Его преломляемое тело və tökülən qanı и пролитая кровь. həm o hadisəni simvolizə edir, Они символизируют как то происшествие, həm yeni əhddir bizim üçün так это и Новый Завет для нас. və iman edən kəsə həqiqi azadlıq gətirir. И İsa'nın они gördüyü iş. приносят истинную свободу верующему человеку. Prodelin работа İsusa Xristadır. Работа Иисуса. Şam yeməyindən sonra biz görürük ki, İsa həbs olunur. После вечери мы видим, что Иисуса сажают. Aristoy və ona ittiham eləyirlər ki, o özünü padşah adlandırır. Его осуждают в том, что Интересный он подход. называет себя царем. Məhkəməyə çıxardırlar. Его выводят на суд. Və Luka İsa'nın günahsız olduğunu burada fikir versə xüsusi vurğulamaq istəyir. И если заметить, Лука пытается особенно сделать ударение на безгрешность Иисуса. Roma valisi 3 dəfə yazılır ki, onu günahsız elan edir orada. 3 dəfə onunla söhbətin əsasında deyir ki, balam bunda günah yoxdur. Римский правитель трижды, префект, трижды отрицает его виновность, видит его невиновность. Ayələr deyirəm 23-cü fəslin 4-cü ayəsi, Это 23 глава 4 стих, 14-cü ayəsi, 14 стих, 15-ci ayəsi. 15 стих. Hətta Qalileya hakimi olan Hirot da onu ittiham etmək üçün bir şey tapa bilmir. И даже правитель Галилеи Ирод не может найти, в чем его обвинить. Amma orada kütlə var idi. Onlar başlayırlar qışqırmağa. Но там был народ, который Edam et İsanı требовал казни Иисуса. və o məcbur qalır. Onlar bunu edirlər. И Пилат. Пилат остается вынужден сделать это. Əlbəttə bu onu heç bir məsuliyyətdən azad etmir. Конечно же, это не освобождает его от Amma həqiqət ondan ответственности. ibarətdir ki, o İsa'da 3 dəfə deyir ki, mən onda heç bir günah tapa bilmirəm. Но факт в том, что он трижды признает невиновность Иисуса. Və əlbəttə İsa'nı gətirirlər, çarmıxa vururlar. И, конечно же, Иисуса приводят и Təsəvvür edin распинают o на кресте. vəziyyəti, ölüm ağrısı, bütün əzab döyülmüsən, rüsvay olmusan, çarmıxda mıxlanmısan, nəfəs almaq belə çətindir sənin üçün. Представь, как тебе плохо, когда избили, унизили и распнули на кресте. Ki çox gözəl bir yerdir ki, sən orada məhəbbət göstərməyəsən. И это Yani прекрасное место, чтобы... Sınaq yeri idi, əməlli başlı sınaq yeri idi ki, Это лучшее место, Sən- где не нужно sənin o показывать любовь. cismin çıxsın üzə, bütün
Orada Это oturanlarla onları qarğış eləyəsən, nə bilim, onlarla pis место davranırsan. искушения, чтобы пойти против и проклинать Amma тех, Luka которые bizə это başqa делают bir şey против тебя. göstərir orada. İsa'nın o xüsusiyyətini göstərir ki, İsa hər zaman öyrətdiyi o sevgi, mərhəmətini orada da göstərirdi, təcəssüm edirdi. Но Лука учит нас чему-то, что Иисус даже там показывал милость И любовь, в которой все время учил. и любовь, 23-cü которую fəslin он учил. 34-cü ayəsində hətta orada olan kim idi o? Əskər də, əskərləri bağışlayır belə. Onlar üçün Ам, dua eləyir. В 23:34 он даже прощает этих солдатов и молится о них. Hətta 43-cü ayə deyir ki, hətta onun yanında olan quldurlardan biri başa düşür ki, o günahkardır və İsa'ya ehtiyacı var. O xahiş eləyəndə padşahlığına gələndə İsa məni xatırla, İsa ona da vəd verir. И даже один из этих повешенных злодеев понимает, что понимает, что Иисус царь, и он просит войти вместе с ним в царство. Deyir elə bu gün sən mənimlə birlikdə cənnətdə olacaqsan. И он говорит, что истинно говорю, будешь со Və, мной və öləndə в də o раю. mərhəmət göstərir ölür dostlar. И при смерти он также показывает милость и умирает. İnanılmaz bir şeydir. Və sonra əlbəttə onun cəsədini məzara qoyurlar И, конечно же, его потом хоронят. və görürük ki, həftənin birinci günü şagirdlər gəlib məzarın yanına və görürlər boşdur. А, once again? Həftənin birinci günü. Bazar, birinci gün. Həftənin birinci günü bizim üçün bazar. В первый день недели они приходят. Первый день недели они приходят проверить и видят, что гробница Bəli, пустая. 24-cü fəsil 1-ci ayədən 12-ci ayəyə qədər biz bunu görə bilərik. В 24 главе с 1 по с 1 Və стиха görürlər ki, cəsəd yoxdur они видят, что və тела нет, orada iki mələk var там два ангела, və onlar elan edirlər ki, İsa dirildi. Diriliyi Которые- yoxdur burada. провозглашают, что Иисус воскрес, Да. и его здесь нет. Və əlbəttə şagirdlər çaşbaş oldu. Bu necə ola bilər yəni? И ученики в смятении, они не знают, как такое могло произойти. Və məhz bax bu yerdə Luka ən gözəl hekayələrdən birini nəql edir. И именно в этом месте Лука рассказывает одну из самых прекрасных O историй. birisi İncillərdə biz bunu görmürük. Мы не видим этого в других Kim bilir o Евангелиях. hansı hadisədir? Знаете, какая это история? Hə? Фома? İki şagirdin gəlmək. Bəli, hamı yolun. 24-cü fəsil 13-dən 32-yə kimi. В 24 главе 24 13-dən 32-yə kimi. с 13 по 32 stixi. Ki İsa'nın iki şagirdi göstərir. Birdən belə girir ortaya başqa bir hadisə. Luka deyir ki, bu vaxt iki dənə şagird Emmaus Hammaya gedirdi. И Лука резко начинает историю с того, как двое учеников шли в Эмаус. Və onlar əlbəttə ki, dilxor idilər, müəllimləri ölüb, Они были kədərlidirlər yaxşı. они были надломлены, Piçəlinli. Və birdən görürük ki, опечалены тем, İsa что özü onlara qoşulur. мы видим, что Иисус сам подключается к ним. Əlbəttə onu tanımırlar. Они его не узнают, Və конечно. o soruşur, niyə görə kədərlisiniz? И Niyə он görə dilxorsunuz? спрашивает, почему вы печалитесь? Şagirdlər hər şeyi izah etməyə başlayırlar ona. Elə bilirlər ki, bu xəbər yoxdur. Başlayırlar danışmağa, hal qəziyyə belə olub. И ученики начинают рассказывать все, как если бы он не знал об этом. Ki, bütün Потому что ümidimiz всё, что puça произошло. çıxdı. Они говорят, что они разочарованы. Ki, biz elə bilirdik ki, belə olacaq, amma olmadı. Вот мы надеялись, что будет так, а так не стало. Fikirləşirdik ki, İsa həmin o İsraili azad edəcək. Мы надеялись, что Иисус освободит Израиль, Təəssüf ki, öldü. но, к сожалению, он умер. Bütün bizim arzularımız puç oldu. И все наши надежды Və, рухнули. və çox maraqlıdır. Bundan sonra İsa Pasxa şam yeməyində etdiyi kimi eyni hərəkəti etdi onlarla. И интересно, что Иисус сделал то же, что Он сделал во время вечери. при Oturdu Пасхе. onlarla çörək yeməyə, çörəyi böldü.
он сел есть с ними и поделил хлеб. Və bunu edəndə onlar elə bil o gözləri açıldı müqəddəs ruh onlar üçün agah elədi. Onlar başa düşdülər, ha biz İsa ilə oturmuşuq burada. И в этот момент Святой Дух как бы открыл им глаза, что они вспомнили, что это мы Və сидим с əlbəttə ki, İsa Иисусом. peyğəmbərlik sözlərini onlara dedi, müqəddəs yazıları onların qabağında elə bil açdı və onlar üçün agah oldu ki, biz İsa inanırıq indi. И, Dirilib конечно, o. Иисус сказал им слова пророчества, Он напомнил им слова Писания, и они узнали, что Он воскрес. Və onlar bunu başa düşəndə İsa gözdən itdi, qeyb oldu. И когда они это поняли, Иисус потерялся из виду. Və Luka bu hekayəni mühüm bir elə bil hadisə kimi, şey kimi qoyur ortaya. И Лука преподносит это как важную историю. Ki insan öz gözləntilərini İsa'ya zorla qəbul etdirməyə çalışdıqda onu düzgün görə bilmir. Yəni sənin müəyyən bir, yəni 2 nəfər Emausa gedən, Hammaya gedənlərin onlar İsa haqqında müəyyən təsəvvürü var idi. Və sən əgər bu təsəvvürlə yaşayırsansa, yəni ki sən İsa'nı əslində görə bilmirsən. Вот эти два человека, которые шли в Эмаус, у них было определенное ожидание от Иисуса, и Лука показывает, что если ты живешь какими-то своими представлениями об Иисусе, то Ты не можешь видеть Иисуса. ты не можешь Bax, видеть bu Иисуса. günlər çox adamlar var ki, İsa Məsihə iman edir. Bu günlər Сегодня есть много людей, которые верят в Иисуса, ki amma İsa'dan nə isə gözləyirlər, fikirləşirlər ki, məsəl üçün, mən xəstəyəm, İsa mənə şəfa verəcək yəqin ki. но они что-то ожидают от Иисуса. Например, я болею, и я жду, что Он меня исцелит. Və İsa şəfa vermir. Но Он не исцеляет, Və onlar bütün bu mənzərədə artıq İsanı görmürlər. и во всей этой картине они перестают Və onlar видеть məyus Иисуса. olurlar. O Emausa gedən yolda şagirdlər kimi kədərlidirlər. Biz elə bilirdik ki, biz xilas olduq, o bizə şəfa verəcək. Они разочарованы, они так же, как эти два ученика, опечалены, что мы ожидали, что Он нас освободит. Biz elə bilirdik çətinlikdə yaşayırıq və İsa gələcək həyatımıza və bizə yaxşı gün güzəran verəcək, biz milyoner olacağıq, amma olmadı. Мы думали, что Иисус вот придет в нашу жизнь и избавит нас от этих трудностей и сделает нас миллионерами, но этого не случилось. Və Luka bu hadisə ilə bunu göstərmək istəyir dostlar. И Лука хотел этим событием показать именно вот это. O vaxt ki sən öz gözləntilərini İsa'ya zorla qəbul etdirməyə çalışırsan ki, İsa, mən səni bu cür görmək istəyirəm. Sən verməlisən, sən bu cür olmalıydın əslində. Mən ona görə iman etmişdim sənə. Что когда ты навязываешь свое представление об Иисусе Ему, что я вот вижу тебя таким, Иисус, и ты должен так же поступить, как я ожидаю. Onu düzgün görə bilmirsən sən. Но ты не можешь видеть Sən правильно. məyus olursan və sən gedirsən. Разочаровываешься и не можешь идти. Və İsa deməli özünü xüsusilə çarmıx və dirilmə həqiqəti vasitəsilə açıqlayır. Иисус открывает себя по-новому через крест и воскресение. Və insan ona imanla baxdıqda onu tanıyır. И человек узнает его, когда смотрит на него по вере. Ona görə Məsih Pavel deyirdi ki, mənim üçün yəni biz çarmıxı vəz eləyirik, çarmıxdır mənim üçün vacib olan. Orada yəni baş verən ölüm, dirilmə, bu vacibdir və başqa şeylər maraqlı deyil. И поэтому Павел говорил, что мы проповедуем крест, и поэтому для меня важен крест, смерть и воскресение на кресте. Yəni ki, o daha üstün bir şey haqqında fikirləşirdi. Əbədi həyat haqqında, Allahın padşahlığı haqqında fikirləşirdi. То есть он думал о чем-то более высоком, о вечной жизни, о Божьей Yazıda da o deyirdi ki, mən вечной ac da жизни. qalmağı öyrənmişəm, kasıb da olmuşam, nə bilim, hər şey olub, xəstə də olmuşam, döyüblər də, söyüblər də, hər bir şey olub. Он говорил, что я был и в голоде, и в скудности, и в достатке, и был побиваем. Yəni çox şeylər yazıb, yəni ki, önəmli mənim üçün bu deyil. И говорит, что не это для меня важно, Amma Məsihin çarmıxı idi. но крест Христов. Okay. Kitabın son fəsli. Последняя глава книги, 24-cü fəsil idi də, düzdür? 24 глава. Okay.
biz görürük ki 24, 33-dən 53-ə qədər olan parça. С 33 по 53 стихи. Deməli, yenə də bir masadır və İsa orada süfrə başındadır. Снова стол, и Иисус во главе стола. Şagirdlərinə görünür. Он видится ученикам. Ki və sonra deməli müqəddəs yazılardan bütün o hadisələri Allahın planının bir hissəsi kimi izah edir. И он описывает все эти события как часть Божьего плана, используя Писание. Və bildirir ki, Məsih onların günahları üçün əzab çəkməlidir, ölməlidir. И дает им знать, что Христос должен был пострадать и умереть за их грехи. Və dirilməsi vasitəsilə qələbə çalmalıdır ölümə. И должен был победить смерть Və padşah olmalıdır. через воскресение и стать царем. Və bu nə idi belə dostlar? И что это было? Yadınızda Lukanın İncil müjdəsinin 2-ci fəslində Şimeon adlı bir kəs peyğəmbərlik elədi İsa üçün. Помните, некто по имени Симеон во 2 главе Луки пророчествовал об Иисусе? O nə dedi? Dedi ki, İsa'nın padşahlığı İsrailin hüdudlarından kənara çıxacaq. Он говорил, что царство Иисуса выйдет за рамки Израиля. Ki Allahın bağışlanması bütün xalqlara elan ediləcək. Что прощение Господа будет провозглашено всем Və народам. İsa'ya iman edən hər kəs qoşulacaq bu dəvətə. И каждый верующий в Иисуса будет частью этого приглашения. Və budur, baş verir o. И вот это происходит. İsa dirilib və hər kəs ki iman edər, onlar həmin o Allahın ailəsinə qoşula bilər. И Иисус воскрес, и каждый, кто верует, подключается к семье Və sonda Божьей. onu görürük ki, İsa şagirdlərinə deyir ki, hələ ki qalsınlar Yerusəlimdə. В конце мы видим, что Иисус говорит ученикам пока что остаться в Иерусалиме, Ki Allahın ruhu onların üzərinə gələcək. что придет Божий Дух на них, Ki onlar yeni bir missiya alacaqlar. Onun üçün güc almalıdırlar. Hökmən o missiyanı yerinə yetirmək üçün müqəddəs ruhun gücünü almalıdırlar. они получат новую миссию, и для выполнения этой миссии они должны обязательно принять силу, и это Святой Дух. Okay. Və əlbəttə ki davamı gəlir. И, конечно же, есть продолжение. Ki Luka davam eləyəcək. Лука будет продолжать. Lukanın İncili ilə bitmir. Yadınızda biz dedik ki, Luka Elizə Həvvalərin işlərinin müəllifidir. Евангелие от Луки здесь не заканчивается, оно продолжается деяниями. Ki bir Lukanın söyləmək istədiyi o böyük bir əsər Lukanın İncilindən bitmir. Növbəti Həvvalərin işləri kitabında biz onu Yahya müjdəsindən sonra əlbəttə baxacağıq. То есть вот этот великий рассказ Луки, он не завершается на Евангелии от Луки, он продолжается деяниями апостолов. Okay, Lukanın İncili burada sona çatır. Здесь Евангелие от Луки завершается. Okay, amin. Аминь. İndi biraz biz sual-cavab keçirə bilərik. Vaxtı. Можем немного провести время Nə sizə вопросов и xidmət ответов. etdi, nə sizə sual yaratdı? Что вам поступило, что побудило вопросы?